Çoxlarımız elə düşünürük ki, beynimiz niyə müsbəti görə məhz mənfini seçir? Bunun arxasında elmi bir mexanizm, negativli bahis dayanır. İnsan beyninin funksiyalarından biri təhlükəni tez ayırt etməkdir. Bu səbəbdən müsbət bir hadisə beynə bir vahid təsir göstərirsə, mənfi bir hadisə 3-4 qat daha güclü təsir göstərir. Bu, beyin yəni reallığı deyil, riski qorumağa yönəlmiş filtrlə işləyir. Valideynlərdə bunu daha tez görmüş oluruq. Gün ərzində uşaq bir neçə müsbət davranış göstərsə də, günün sonunda yadda qalan yalnız bir səhv ola bilər. Bu, tənqid etmək deyil, neyrobioloji bir seçimdir. Bu mexanizmi qorumaq üçün beyni şuurlu olaraq davamlı şəkildə müsbətə yönəltmək lazımdır. Yəni, diqqət etmək lazımdır ki, gün ərzində minimum 3 davranış fərq edilib dilə gətirilsin. Belə olan təqdirdə münasibətdə sabitlik yaranır və emosional təhlükəsizlik qorunmuş olur. Beyin təbii olaraq mənfini seçəcək, lakin biz ona müsbəti tanıyacağıq.